ömrü bərəkətləndirən amillərdən biri ana ataya ehtiramdır cavanlar. Ana ataya ehtiram ömrü və dəyər verir. Bəhaüddini deyirdi ki, kim dünyada bir yerə yetişib bir məqama çatıb 100% amillərindən biri atasının, anasının duası olub. Həzrət İmam Rıza əleyhissalam buyurur, ağ valideyn olmağın təsirlərindən biri budur ki, belə bir övladın get-gedə nəsli azalar və kəsilər. Allah rəhmət eləsin, Ayətullah Behçətdən deyim sizə. Deyirlər, getdi Ustad Qazi ilə görüşdü. Deyirsən 2 il dərs alıb Ustad Qazidən. Atası xəbər göndərdi ki, Ustaddan ayrıl. O da deyir, gəldi Ustad Qaziyə dedi, bəs neyniyim, necə edeyim, səndən ayrıl deyir, atam, qalmışam belə. Narahat olma dedi daha. Onun ehtiramını saxla, ayrıl. Doğrudan da ayrılmışdı. Bu hadisə. Bir nəfər alim deyirdi ki, Ayətullah Behçət haqqında, deyirdi ki, Ayətullah Behçət hara yetişsə o məqamdan, oradan yetişdi.